İkinci sual. Radiusları 5 sm olan çevrələr bir-birlərinə və düzbucağın tərəflərinə toxunur. İşıqlənmiş hissənin sahəsini tapın. Burada nəyə baxırıq? Düzbucağın uzunluğuna baxıram ki, düzbucağın uzunluğu 3 dənə çevrənin diametrləri cəminə bərabərdir. Radius 5 isə diametr olacaq 10. 10 burada 10. Deməli uzunluq olacaq 30. Sonra baxıram ki, düzbucağın eni isə bir dənə çevrənin diametrinə bərabərdir. Deməli en neçə olacaq? En olacaq 10. İndi isə bizə işıqlənmiş hissənin sahəsini soruşur. İşıqlənmiş hissənin sahəsini tapmaq üçün düzbucağın sahəsindən çıxmaq lazımdır. 3 dənə dairənin sahələri cəmi çıxmaq lazımdır. Yəni çıxılsın 3 vurulsun. Pi radius da 5'dir. Pi 5'in kvadratı. Pi də bizə verib 3. Yeni yazsaq 300 çıxılsın 3 vurulsun 3 vurulsun 25. Bu da bərabərdir 300 çıxılsın 225 və nəticə olacaq 75. Yəni doğru cavabımız burada D variantı 75'e bərabərdir. Üçüncü sual. A, B, C, D, E, F, A1, B1, C1, D1, Y1, F1 düzgün altıbucaqlı prizmasının həcminin oturacağı ABCF olan A1, ABCF dörtbucaqlı piramidasının həcmi olan nisbətini tapın. İndi burada baxaq. Deməli, bura A1 deyəcəm. A1, bura B1, B1, bura C1 deyəcəm. Bura D1 deyəcəm. Bura Y1 deyəcəm. Bura deyəcəm F1. Bu oldu bizim düzgün altıbucaqlı. Düzgün altıbucaqlının həcmi V bərabərdir. S oturacaq vur H. Oturacağı. Burada nə edəcəm? Əsas böyük kənarları çəksəm. Burada. Böyük kənarları çəkəndən sonra görünür ki, burada buranın hər birinin sahəsi SS olacaq. S. Deməli olacaq 6S vur H. Bunun həcmi bu şəkildə olacaq. 6S vur H. İndi bizə deyir ki, oturacağı ABCF olan. Baxaq. İndi bunu fərqli rənglə çəkim. Oturacağı ABCF olan. Burada baxırıq ki, bunun oturacağının sahəsində 3 dənə S var. Ümumiyyətlə piramidlərin həcmini yazıram. V piramida yazıram burada. Piramida. Bərabərdir 3S oturacaq vur H. Bu da bərabərdir 3'də 1. Oturacağın sahəsi baxıram ki, ABCF'in sahəsi 3S'dir. 3S. Vurulsun hündürlük. Hündürlük eynidir. Hündürlük də burada nədir? A1'dir də. A1. Çünki ki, A1A dörtbucaqlı piramidası deyil. A1A burada nədir? Onun hündürlüyü olur. İndi bizdən soruşur. Bu ikisinin nisbətini soruşur. Nəyə bərabərdir? Bu ikisinin nisbəti nəyə bərabərdir? İndi baxaq. Buradan baxırıq ki, bu hissə bərabər üstlər ixtisar gedəcək burada. H unutmuşam burada. Vur H. Üstlər ixtisar gedəcək buradan. Alınacaq S vur H. Buradan görünür ki, 6SH bölünsün SH. Nəticə olacaq neçə? 6. Yəni doğru cavabımız olacaq Y variantı. 6'ya bərabərdir burada. Dördüncü sual. Bərabərliklər heyətini həll edin. Heyəti həll edən zaman bizə nə lazımdır? Kəsişmə lazımdır. Birinci bərabərliyin həlli alınır. X kiçikdir 100'dən 7'nin cəmindən. Yəni X kiçikdir 10'dan. İkinciden alınır X böyük bərabər 10. Deməli 10'dan kiçik və 10'dan böyük bərabər. 10'dan kiçik mənfi sonsuzluq 10 deməkdir. 10. 10'dan böyüksə, 10'dan böyük bərabər 10 müsbət sonsuzluq. Bu ikisinin birləşməsi bizə elə verir mənfi sonsuzluqla müsbət sonsuzluq. Yəni doğru cavabımız olacaq burada B variantı. Mənfi sonsuzluq, müsbət sonsuzluq.
Heyət deyəndə birləşmə götürürük. Amma sistem deyəndə kəsişmə. 5-ci sual. Y bərabər 4 üstü x plus 1 bölü x funksiyasının ən kiçik tam qiymətini tapın. Burada nəyə fikir veririk? Burada əgər x müsbətdirsə, deməli x üstəgəl 1 bölünsün x böyük bərabər olacaq 2 kök altında x vurulsun 1 bölü x-dən. Buradan alınır ki, neçə alınır? 2 alınır. Deməli 2 alınırsa y minimum olacaq neçə? Y minimum olacaq 20 minimum. 2 yazanda yerinə 4'ün kvadratı 16. X'imiz mənfidirsə əgər x plus 1 bölünsün x isə kiçik bərabər olacaq mənfi 2 mənfi 2 kök altında x vurulsun 1 bölü x. Burada alınır ki mənfi 2. Deməli burada alınır ki nə alınır burada? Mənfi 2 yerinə qoysaq 4 üstü mənfi 2 16'da 1. 16'da 1. Deməli bunun ümumi qiymətli olmasını yazıram. Üstü funksiya olduğu üçün yəni y-imiz həmişə sıfırdan böyükdür. Y-imiz sıfırdan böyükdür. Yəni dəyişən qüvvət üstündə olduğu üçün y sıfırdan böyükdür. Deməli sıfır ala bilməz. Sıfırdan 16'da 1'ə kimi birləşir 16 müsbət sonsuzluq. Ən kiçik tam qiymət soruşduğu üçün görünür ki cavab neçədir? Cavab burada 16'dır. Yəni cavab D variantı 16'ya bərabərdir. 6-cı sual. Düzbucaqlı üçbucağın katetləri 5'ə və 12'yə bərabərdir. Üçbucağın kiçik bucağının tən böləni qarşı tərəfi 2 hissəyə bölür. Alınmış hissələrin uzunluğu fərqini modulunu tapın. Deməli, mənə lazımdır burada düzbucaqlı üçbucaq çəkmək. Düzbucaqlı üçbucağımızı çəkirik. Biri 5'dir, biri də 12'dir katetlər. Pifaqoran hipotenuzu çıxır 13. İndi deyək ki, kiçik bucağın tən böləni. Kiçik bucağın tən böləni yəni 5'in qarşısındakı bucaqdan çəkilir. Deməli, bu tən bölən kiçik kateti 2 hissəyə ayrılır. Yəni bura m deyirəm, bura n deyirəm. M çıx n fərqinin modulunu soruşur bizə nəyə bərabərdir? İndi tənbələnin xassəsini yazıram. Tənbələnin xassəsi 13'ün m-ə nisbəti bərabərdir 12'nin n-ə nisbəti. Deməli m 13k'dır, n də 12k'dır. Bunların cəmi 25k'dır, bərabərdir 5'ə. Deməli k 5'də 1'dir. Bunların fərqi m çıx n bərabərdir 13k çıx 12k. Bizə verəcək k. Fərqi k'dır. K da 5'də 1'dir. 5'də 1 nəticə olacaq 0,2. Yəni doğru cavabımız burada D variantı 5'də 2, daha doğrusu 5'də 1 0,2. 7-ci sual. Paralel köçürmədə hipotenuzun uc nöqtələri 0,6 və B8,0 olan ABC düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi D2,7 nöqtəsinə köçür. Bu paralel köçürmədə B nöqtəsi hansı nöqtəyə keçərdir? İndi baxaq. Bu düzbucaqlı koordinat sistemidir. Deməli A0,6 nöqtəsi 1, 2, 3, 4, 5, 6. A təpəsi buradadır. B isə 8,0. 1, 2, 3, 4, 5, 6, 7, 8. B nöqtəsi də buradadır. Bu da 8'dir. İndi düzbucaqlı üçbucağı deyir. Bunları birləşdirəcəm bu şəkildə. Bura 90, bura 0. İndi biz bilirik ki, düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilibsə, çevrənin mərkəzi hipotenuzun yarısı üzərində yerləşir. Çevrənin mərkəzi. Mən burada deyirəm hər hansı bir M nöqtəsi. İndi M mərkəzi olduğu üçün AM ilə MB bərabərdir. Deməli M nöqtəsi AB parçasının orta nöqtəsidir. Ona görə M-in koordinatları olacaq. M-in x olacaq. A ilə B-nin x-lərin cəminin yarısı. A ilə B-nin x-lərin cəminin yarısı. Yəni 0 ilə 8'in cəminin yarısı 4. Deməli
M nöqtəsinin irqi isə olacaq A ilə B-nin irqləri cəminin yarısı, o da olacaq 3. Deməli, çevrənin mərkəzi olur, mərkəzi 4, 3 nöqtəsi. İndi bu 4, 3 nöqtəsi keçir D, 2, 7 nöqtəsinə keçir paralel köçürmədə. İndi ki, bu paralel köçürmədə B nöqtəsi. B nöqtəsinin koordinatları nədir? 8, 0-dır. 8, 0 hansı nöqtəyə keçəcək? İndi baxırıq. 4, 2 olub. Yəni 4-ün üzərinə mənfi 2 gəlib. 8-in üzərinə mənfi 2 gəlsə olacaq müsbət 6. Müsbət 6. 3 olub 7. 4 gəlib. 0 üzərinə 4 gəlsək 4. Deməli 6, 4 nöqtəsinə köçəcək. Doğru cavabımız bura nədir? D variantı. 8-ci suala baxırıq. A-nin ədəd silsiləsində A5-in kvadratı çıx A3-ün kvadratı bölünsün 6-nın kvadratı çıx A2-nin kvadratı ifadəsinin qiymətini tapın. Deməli, belə yazırıq. A5 çıx A3 A5 plus A3 bölünsün A6 çıx A2 A6 plus A2. Baxırıq, indekslərin cəminə baxaq. 5, 3, 8, 6, 2, 8. Deməli, A5 ilə A3-ün cəmi 6 ilə A2-nin cəminə bərabərdir. Yəni, bunları ixtisar edə bilərik. A5-dən A3 çıxanda 2D, 6-dan A2 çıxanda 4D. D-lər də ixtisar gedir. 4-də 2, bu olacaq 0,5. Yəni, doğru cavab burada C variantında verilib. 9-cu sual. Tənlinin ən kiçik müsbət kökü neçə dərəcədir? Burada nə etmək olar? Kosinus 10x-in yerinə mən yazıram 2 kosinus kvadrat 5x çıx 1. Onda alınacaq 2 kosinus kvadrat 5x bərabərdir 2 kosinus kvadrat 5x çıx 1 plus sinus 5x. Bunlar sıfıra gedəcək. Alınır sinus 5x bərabərdir 1-ə. Bu da xüsusi haldır. Sinus 1'i alır 90'da. 5x bərabərdir 90 dərəcə ilə yazaq. 90 dərəcə üstə gəl 360 dərəcə vur k. Hər tərəfi 5'ə bölsəm x bərabərdir 18 dərəcə üstə gəl 72 dərəcə vur k. Ən kiçik müsbət kök dediyi üçün k-nın yerinə 0 yazsaq x alınacaq 18 dərəcə. Yəni doğru cavabımız olacaq burada B variantı 18 dərəcə. 10-cu sual. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 40 dərəcə olarsa, bu bucaqların böyüyünün dərəcə ölçüsünü tapın. Baxın, fərq 40 dərəcədir. Deməli, bunlar müxtəlif adlıdır. Böyüyünə x desək, kiçik də olacaq x çıx 40 dərəcə. Bunların cəmi bizə verir 180 dərəcəni. Buradan alınır 2x bərabərdir 220 dərəcə. Hər tərəfi 2'yə bölsəm x olacaq 110 dərəcə. Deməli, böyüyü 110 dərəcədir. Doğru cavabımız B variantı. 11-ci sual. M-in cütü tənşər sisteminin həlli olarsa, M üstəl 2n bölünsün M çıx n ifadəsinin qiymətini tapın. Baxırıq. Birinci tənşərin x-i mütərizə xaricinə çıxartsam, x plus 1 bərabər 8 alınır. İkincisindən y çıxarsam mütərizə xaricinə, x plus y bərabərdir 2 alınır. Bunları tərəf-tərəfə bölsəm, bunlar ixtisar gedəcək. X-in y-ə nisbəti bərabərdir 8-in 2-yə nisbəti. Buradan alınır x bərabərdir nəyə? 4y. X 4y. Həll m-in cütüdür də. Deməli, m1-i x-dir, n-də nədir? Y-dir. Deməli, nə olacaq burada? M-in yerinə baxın. X-in yerinə 4y yazıram. 4y. N-də yerinə yazıram y. Şimdi bizdən soruşur m plus 2n m çıx n-ə nisbəti. M 4y-dir. 2n 2y 4y m 4y-dir çıx n o da y. 6y-in 3y-ə nisbəti bu da bərabərdir 2. Yəni doğru cavab burada 2'yə bərabərdir. Yəni A variantı. Növbəti sualımız 12-ci sual. İntegral 0'dan 1'ə x 5 plus 1
kvadrat dx. Hesablayın. Deməli 0-dan 1-ə, 0-dan 1-ə. Deməli kvadrat açılışını yazsaq x üstü 10, 2x üstü 5, üstəgəl 1 dx bərabərdir. X üstü 10 integralı bizə verir x üstü 11 bölünsün 11. 2x üstü 5 integralı bizə verir 2x üstü 6 böl 6. 1 integralı da x. 0-dan 1-ə. İndi baxaq burada. Burada nəyə fikirmək lazımdır? 1 yazanda alınacaq 11-də 1. 1 yazanda burada alınır 3-də 1. Üstəgəl 1. 0 yazanda hamısı 0-a gələcək. Daha yazmıram. Bu da bərabərdir. Orta məxrəc 33. 33-də 3. 33-də 11. 33-də 33. Orta məxrəc 33. Sürətləri toplasam 47 alınacaq. 33'də 47. 12'də doğru cavab B variantı. 13-cü sual. Çevrə üzərində A, B, C, D, E, F, G, H, M və N nöqtələri qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan bütün dörd bucaqlardan təsadüfən seçilmiş birinin üç təpəsinin A, B və C nöqtələrində olması ehtimalını tapın. Burada nəyə baxırıq? Demək, nöqtələrin sayına lazımdır mənə. Nöqtələrin sayına baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 tane nöqtə var. Bütün dörd bucaqların sayı kombinizon 10'dan 4'tür. 10'dan 4. Bu bütün dörd bucaqların sayıdır. İndi burada deyir ki, biri seçilir. Birinin üç təpəsi A, B, C-də olsun. Buradan A, B, C-ni silirəm. Yerdə qalır 7 nöqtə. Deməli, digər təpəsi bu 7 nöqtədən birində olmalıdır. O da kombinizon 7'dən 1 deməkdir. Bu da bərabərdir. 7 bölünsün. Kombinizon 10'dan 4. 10 vur 9. Vur 8. Vur 7. Bölünsün. 4 vur 3. Vur 2. Vur 1. 7'lər gedir burada ixtisar. Deməli 4 dəfə 3 12. Burada 24. 98, 72, 30'da 1 olacaq. Doğru cavabımız olacaq A variantı. 13'də 30'da 1'ə bərabərdir. 14-cü sual. Bərabərsin tam həllərin sayını tapın deyir. Burada baxırıq. Əsas 3'də 1'dir. Mənfi 4'ü yazıram. Loqaritm 3'də 1 əsasdan 81. Kiçik bərabər loqaritm 3'də 1 əsasdan x çıx 1. Kiçik bərabər mənfi 2'ni yazıram. Loqaritm 3'də 1 əsasdan 9. İndi əsas 0 ilə 1 arasında olduğu üçün işarə dəyişir. Yəni 9 kiçik bərabər olacaq x çıx 1. O da kiçik bərabərdir 81. Bir də yazmalıyıq ki, x çıx 1 0'dan böyük olmalıdır. Hər tərəfə 1 əlavə eləsəm 10 kiçik bərabər 10 kiçik bərabər x. Bu da kiçik bərabər neçə? 82. 82. Buradan alınır ki, x 1'dən böyük. Artıq bu həldir. Bunda ödəyir. Deməli, x-imiz yerləşir 10 ilə 82 arasında. Deməli, 1'dən başlasaydı 82 kimi 82 tam ədəd olacaqdı. 10'dan başladığı üçün 9 dənəsi yoxdur. 9 dənəsi olmadığı üçün deməli 73 doğru cavabımız tam həllərin sayı 73 A variantı. 15-ci sual. A parametrin hansı qiymətində funksiyası üçün f törəmə 2 42'ye bərabərdir? Funksiyanın törəməsini tapsaq f törəmə x bərabərdir. A sabitdir. X kubun törəməsi 3 gəlir qabağa. 3 bir vayda azalır. 3x kvadrat. 2a x'in törəməsi 2a sabitdir. X'in də törəməsi 1. 2a. İndi törəmədə x'in yerinə mən 2 yazsam, x'in 2 yazsam 3 vur 2'nin kvadratı üstəl 2a. Bizə verməlidir 42'ni. Deməli, buraya eləyir 12. 12'a o da 2'a. 14a. Bərabərdir 42'yə. A alınır 3. Deməli, A parametrin 3 qiymətində. Doğru cavab 15'də Y variantı. 16-cı sual. A parametrin hansı qiymətlərində ifadəsi mənası var? Baxırıq. Birincidə kubdur, kökün dərəcəsi. Kökün dərəcəsi kub olduğu üçün kök 6 ifadədə istənilən qiymət ala bilər. Dərəcə təksə problem yoxdur. Baxın, kök 6'nın içərisində problem yoxdur. Ona görə də birinci tərəf problem yoxdur.
Sonra ikinci tərəfə baxırıq. A açıq 3-dür. 3/1 verilib. 3/1. Biz bilirik ki, mənfi ədədlərin kəsr üstü qüvvətlərinə baxılmır. İndi burada qüvvət müsbət kəsr olduğu üçün əsas, yəni A açıq 3 0 da ola bilər. Yəni 0 və müsbət olmalıdır. A böyük bərabər 3. 3-dən böyük bərabər doğru cavab oldu. Burada 3 müsbət sonsuzluq. Yəni 16-da doğru cavab D variantı. 17-ci sual. Limitini hesablayın. X 2-yə yaxınlaşır. İndi baxaq. X-in yerinə 2 yazsaq, gör nə alınır? X-in yerinə 2 yazanda sürət də məxrəcdə 0-a gedir. 0-a gedir. Ona görə bunu vurgulara ayırmaq lazımdır. Vurgulara ayırmaq lazımdır. Ona görə də sürəti mən yaza bilərəm. Limit X 2-yə yaxınlaşır. Bunu qarışdırmamaq üçün belə bir şey eləyə bilərik əslində. 2 üstü X-ə bir dənə yeni dəyişən deyirəm A. X 2-yə yaxınlaşırsa, deməli A-da da yaxınlaşacaq 4-ə. Yazıram limit A yaxınlaşır 4-ə. Deməli A kvadrat çıx 10-a plus 24. Bölünsün A kvadrat çıx 7-a üstəgəl 12. Və daha rahatdır. Limit A yaxınlaşır 4-ə. Lapital tətbiq edə bilərsiniz, törəmə ilə yaza bilərsiniz və ya vurgulara ayırmaqla da yaza bilərsiniz. Mən daha törəmə ilə yazacağım. Törəməsini alsaq 2A çıx 10 sürətin törəməsi. Məxrəcin törəməsi də 2A çıx 7. A-nın yerinə 4 yazsaq 8 çıx 10 bölsün 8 çıx 1. Mənfi 2-nin 1-ə nisbəti nəticə olacaq mənfi 2. Y variantı. 17-də doğru cavab Y variantıdır. Keçirik 18-ə. A vektoru və B vektoru verib, bunlar arasındakı bucağı soruşur. Deməli, iki vektor arasındakı bucağın kosinüsü bərabərdir. Onların skaler hasili bölünsün onların modulları hasili. Bu da bərabərdir. Skaler hasili nə deməkdir? X x-ə vurub, y-ə vurub toplayacağıq. 2 dəfə 3, 6. 3 dəfə mənfi 2, mənfi 6. Bölünsün A-nın uzunluğu. A vektorun uzunluğu kök altında 2'nin kvadratı plus 3'ün kvadratı. Vurulsun B'nin uzunluğu 3'ün kvadratı üstəgəl mənfi 2'nin kvadratı kök altında. Sürət 0 olduğu üçün nəticə 0 olacaq. Kosinüs alfa 0 ise deməli alfamız nədir? Alfamız 90 dərəcədir. Yəni doğru cavab 18-də D variantı, yəni 90 dərəcəyə bərabərdir. 19. Funksiyasının təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Təyin oblası baxırıq, kökdür, dərəcə də cütdür. Deməli yazmalıyıq ki 3x çıx 15 böyük bərabər 0, bir də 20 çıx 2x böyük bərabər 0. Yəni bu bərabərsizliklər sistemini ödəyən tam ədədlərin cəmini soruşur. Birincidən alınır 3x'imiz böyük bərabər 15. İkincidən alınır ki 2x kiçik bərabər neçə? 10. X'imiz böyük bərabər 5. X'imiz buradan da alır nə? Kiçik bərabər 5. Üzr istəyirəm. Burada 20'dir, 10 yazmışam. Kiçik bərabər olacaq 10. İndi tam ədədlərin cəmini soruşur. 5 plus 6 plus 7 plus 8 plus 9 plus 10. Yəni bu iki bərabərsizliyi ödəyən tam ədədlər bunlardır. Bunların cəmini soruşur. Yəni bunların cəmi 6'dan 9 15, 7'den 8 15, 15 15 30, bu da 10 40, bu da 5 45. Doğru cavab olacaq 19'da D variantı. 45'e bərabərdir. 20. sual. Z bərabərdir ifadəsini sadələşdirin. İ xəyali vahiddir. Baxın, İ'nin qüvvəti 1'dən başlayır 20'ye kimi. 1 plus 2 plus 3 plus 20 üstəgəl 5. Bu da bərabərdir. İ üstü 1'dən N'ə qədər ədədlərin cəmi. Deməli 20 vurulsun 21 böl 2 olacaq. Üstəgəl 5. Bu da bərabərdir. İ üstü 10 vurulsun 21. Üstəgəl 5. Bu da bərabərdir. İ üstü 210 plus 5. 210 plus 5. İ'nin qüvvəti 4'dən böyük olanda qüvvəti 4'ə bölüb qalığı götürmək lazımdır. 210'u 4'ə böləndə qalıq 2 qalır. Yəni i kvadrat plus 5. İ kvadratımız mənfi 1'dir. Plus 5 cavab olacaq 4. Doğru cavab 20'də A variantı. Cavab 4'ə bərabərdir.
21-ci sual. Deyir ki, binomun açışında 8-ci həddin əmsalı 16 olarsa, n parametrinin qiymətini tapın. 8-ci hədd nə deməkdir? T7 plus 1 bərabərdir kombinizon qüvvət 8-dir. 8-dən 7. Birinci hədd mx kubudur. Mx kub. Bunun qüvvəti nə olacaq? Bunların fərqi. İkinci hədd x-4-dür. x-4. Bunun da qüvvəti olacaq neçə? 7. İndi 8-ci həddin əmsalı. Bu da bərabərdir. Kombinizon 8-dən 7 vurulsun m. X üstü deməli 4 dəfə 7 28 x üstü 31. 8-ci həddin əmsalı, yəni bu əmsaldır. Yəni bunu bizə verib 16. Kombinizon 8-dən 7. Kombinizon 8-dən 7 8-dir. 8 vurulsun m. Bərabərdir 16-ya. Yəni də neçədir? M-də 2-dir. Yəni doğru cavab 21-də C variantı 2-yə bərabərdir. 22-ci sual. İfadəsini sağlaşdırın. Burada nəyə baxırıq? Tangens alfa plus beta'nın açışıdır. Yəni olacaq tangens 2x plus 4 dərəcə üstə gəl 86 dərəcə çıx nə? X. Bu da bərabər olacaq tangens 90 dərəcə plus x. Tangens 90 dərəcə dəyişəcək. 90 tək misli olduğu üçün tangens dəyişəcək, kotangens olacaq. Kotangens x. 90 plus x düşür ikinci rübə. İkinci rübə tangens mənfidir. Buraya bunun qabağına mənfi yazmalıyıq. Mənfi kotangens x. Doğru cavab olacaq 22-də D variantı. Keçək növbəti suala. Növbəti sualın şəklini çəkmişəm bu şəkildə. Deyir ki, çevrənin mərkəzindən onun müstəvisinə uzunluğu 24 sm olan perpendikular qaldırılmışdır. Yəni buranı verib 24. Perpendikuların bu müstəvi üzərində olmayan uz nöqtəsindən, yəni burada deyirəm, bura C nöqtəsi deyim. Uz nöqtəsindən uz nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafə, yəni C-nı verib 25. Çevrənin diametrini soruşur. AD burada radiusdur. Radiusu tapsaq diametri də 2 yerdir. R kvadrat, burada düzbucaqlı üçbucaqdır. Üstəgəl 24-ün kvadratı bərabər 25-in kvadratı. Buranın R kvadrat bərabər alınır 49. R də alınır neçə? 7. Diametri soruşur. Diametri də 2 yerdir. 2 dəfə 7, 14. Yəni doğru cavab burada 14-ə bərabərdir. 24-cü sual. A üstəgəl 1/A bərabər köşdə 13 olarsa, A çıx 1/A ifadəsini ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Deməli, burada nə edəcəm? Birinci növbədə hər tərəfin kvadratını alacağım. A kvadrat üstəgəl 2 üstəgəl 1/A kvadrat bərabərdir 13 alınacaq. 13. İndi istəyirəm ki, alınsın A çıx 1/A alınsın burada. Hər tərəfin kvadratı aldıq, bu alındı. Bunda necə yazacağıq? Deməli, hər tərəfdən 4 çıxsam alınacaq A kvadrat çıx 2 üstəgəl 1/A kvadrat bərabər 9 alınır. Hər tərəfdən 4 çıxdım. Bu ifadə artıq mənə verir A çıx 1/A-nın kvadratı bərabər 9-a. Deməli, A çıx 1/A bərabərdir plus minus 3. Ən böyük qiymətlə ən kiçik qiymətin fərqi. Yəni 3 çıxılsın -3 soruşur. 3 plus 3 nəticə olacaq 6. Burada doğru cavab 6-ya bərabərdir. 25-ci sual. A və B natural ədədləri üçün A ədədi B-nin bölünəni. A ədədi B-nin bölünəni. Əkob A kvadrat B kvadrat çıx əbob A kvadrat B kvadrat 8 olarsa və A plus B 4 olarsa AB hasını tapın. A ədədi B-nin bölünəni isə deməli B A-ya bölünür. B A-ya bölünürsə deməli əkob olacaq B kvadrat. Yəni bunların əkobu. Əbob olacaqsa A kvadrat bərabərdir 8-ə. Bu nə deməkdir? B çıx A B plus A bərabər 8-ə. Bura 4-dürsə, demək bura 2 olması lazım. Deməli, B çıx A bərabərdir 2-yə. B plus A da bərabər nəyə? 4-ə.
Toplasaq 2b 6-ya bərabər, b alınır 3. B 3-dürsə, A da olacaq 1. AB hansını soruşur? 1-i 3'ə vuranda nəticə olacaq 3. Doğru cavab burada 3'ə bərabərdir. 26-cı sual. Biri digərindən 20% az olan qonşu bucaqlardan böyüyünün dərəcəsini tapın. Böyüyünün dərəcəsi. Böyüyə x desəm, digəri buna 20% az. Yəni bunun 80% olacaq. Yəni 5-də 4-ü. Bunların böyüyünü soruşur, x-i soruşur. Demək, bu nə deməkdir? 0.8x. Bunların cəmi x plus 0.8x bərabərdir 180 dərəcəyə. 1.8x bərabərdir 180-ə. Hər tərəfi ona vursam 18x bərabərdir 1800 dərəcə. X bərabərdir. Hər tərəfi 18-ə bölsəm x alınacaq 100 dərəcə. Yəni burada doğru cavab böyük 100 dərəcədir. 27-ci suala baxaq. Deməli, A, B çoxhəlləri üçün uyğunluğu müəyyən edin. Birincidə baxaq. A kvadrat olacaq x kub üstəl x kvadrat üstəl 3. Bunun kvadratı üstəl gəl b kub x üstü 4 x kub üstəl gəl 5'in kubu. Yəni dərəcə burada ən böyük x kubudur. Onun da kvadratı 6 edir. Burada ən böyük x4 kubu 12. Baxın, burada x4 qüvvət 3 olduğu üçün 12 dərəcə. Ən böyük 12. Deməli, 1'ə C variantı uyğun gəldi. Qüvvət 12'dir. Əmsalları, əmsal yox, sərbəstlərdir. Sərbəstlər burada 3'ün kvadratıdır. X-i 0 yazanda. Burada 5'in kubudur. 9 dəli 125, 134. D variantı buna uyğun gəlir. 1 C'dir. 2'yə baxırıq. A kvadrat B kub. A kvadrat B kub. Bunların hasilləri artıq. X kub, x kvadrat, üstəgəl 3'ün kvadratı. B kub. X üstü 4, x'in kubu, üstəgəl 5'in kubu. Bu şəkildə. İndi burada baxaq. Burada x üstü 6'dır. Burada da x üstü 12. Olacaq x üstü 18. X üstü 18. Qüvvət 18. Yəni 2'yə B variantı. Sərbəstlər burada 9 vur 125 ilə bir cavab yoxdur. Keçirik 3-cüyə. A kub plus B kvadrat. A kub. X'in kubu, x'in kvadratı plus 3'ün kubu. 3'ün kubu. A kub plus B kvadrat. X üstü 4. X kubu plus 5'in kvadratı. İndi burada dərəcə burada 9'dur. 3 dəfə 3 9. Burada isə 4 dəfə 2 8. Demək, dərəcə 8'dir. Üzr istəyirəm, 9'dur. 3'ə A variantı. Sərbəst burada 3'ün kubudur. Orada 5'in kvadratı. 27 üstəgəl 25. 52. Sərbəst 52 Y variantı. Deməli, 1'ə C'də, 2'yə B, 3'ə A, Y. Növbəti 28-ci sual. Radiusları R12 və R7 olan iki kəsişən çevrələrinin mərkəzləri arasındakı məsafənin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin hasilini soruşur. Deməli, iki çevrə kəsişirsə, onlar arasındakı məsafə, mərkəzləri arasındakı məsafə radiusları cəmindən kiçikdir. Radiusları fərqinin modulu isə böyükdür. Fərqinin modulu 5'dir. Fərqinin modulu 5'dir. Cəmləri də 19'dur. Ən kiçik tam qiymət 6'dır, ən böyüyü də 18'dir. 6 dəfə 18 olacaq 108. Yəni doğru cavab burada 108'ə bərabərdir. 29. B parametrin hansı qiymətində tənlinin köklərinin kvadratları cəmi 1'ə bərabərdir? Deməli, tənlinin köklərinin kvadratları cəmi bərabərdir 1. Bunu belə yazırıq. X1 üstəgəl x2'nin cəminin kvadratı çıx hasillərinin 2 misli. Kvadratı 2x1, x2. Bərabərdir 1'ə. Kökləri cəmi məlum məsələ. Orada B çıx 3'dür. Çevrilmiş kvadratənlik olduğu üçün ikinci əlin əmsalının əksi. Yəni B çıx 3. Burada kvadratı çıx. Kökləri hasil sərbəstdir. Mənfi B plus 2'dir. Bərabərdir 1'ə. İndi bu görə burada nə alınır?
B kvadrat çıx 6B plus 9 plus 2B çıx 4 çıx 1 bərabər 0. B kvadrat çıx 4B plus 4 bərabər 0. Bu da B çıx 2'nin kvadratı deməkdir. Bərabərdir 0'a. Deməli B çıx 2 özü 0'dır. B də alınır 2. Yəni doğru cavab burada B-nin 2 qiymətində. 30-cu sual. İspat edin ki, düzbucaqlı üçbucağın hipotenuz ətrafından fırlanmasından alınan cismin həcmi onun hipotenuza çəkilmiş hündürlüyünün kvadratı ilə hipotenuzun hasinə bərabərdir. Hipotenuzun hasinə. Pi də 3'dür. İndi baxaq. Görə nəyə bərabərdir? Deməli, hipotenuz ətrafında fırlanırsa, deməli, mən bura M deyirəm, bura N deyirəm. Belə bir şey alınacaq, hipotenuz ətrafında fırlanırsa. Hipotenuz ətrafında fırlanırsa, belə bir ağız-ağıza ki, konus alınır. Konus. İndi baxaq, gör nə baş verir. Konusun həcmi içinə konus alınır. Bu tərəfə V1 deyirəm, bu tərəfə V2 deyirəm. Deməli, V1 bərabərdir. Konusun həcmi 3/1 S oturacaq, vur H. Nə bərabərdir? 3/1 S oturacaq. Oturacaq dairədir və burada görünür ki, buradakı hündürlük nədir? Radiusdur. Çünki hipotenuz ətrafında fırlananda hündürlük radius olur. Pi vurulsun H C'nin kvadratı. Vur H. H buradakı H M'dir. Vur M. V2 ilə bərabərdir. V2 ilə bərabərdir. 3/1 yenə S oturacaq. Vur H. Bu da bərabərdir. 3/1 pi. Burada yenə H C'nin kvadratı. Radius N'dir. H C'nin kvadratı. Vur H. Buradakı H isə bu hissədir. O da N'dir. N'dir. İndi ümumi həcm ikisinin cəmidir. 3/1 pi H C'nin kvadratı vur N. 3/1 pi üstə gəl 3/1 pi vurulsun H C'nin kvadratı vurulsun N. İndi pi 3 olduğunu nəzərə alsaq pi 3 verib. Pi 3 yazanda alınacaq M H C'nin kvadratı üstə gəl N H C'nin kvadratı. H C'nin kvadratı mütərizə xərcini çıxartsaq M plus N alınır. M plus N də hipotenuzdur. Yəni H C'nin kvadratı vurulsun C. Bana deyir ki, ispat edin ki, cismin həcmi onun hipotenuza çəkilmiş hündürlüyün kvadratı ilə hipotenuzun hasinə bərabərdir. İspat elədik burada. Hündürlüyün kvadratı vurulsun hipotenuzun özü.